Kainat bizim sözlerimizə deyil, real hərəkətlərimizə inanır. Əgər bir insan dildə arzum reallaşacaq deyib, əməldə hələ də köhnə qorxulu ssenariya ilə yaşayırsa, bu ziddiyyətli addımdır və enerjini bloklayır. Salam əziz seyirbazlarım, bugün marafonun 29-cu günüdür və mövzumuz inan və arzunun ön hazırlığıdır. Arzunun maddiləşməsinə son hazırlıq, inam hərəkətləri. Gəlin dürüst olaq, mənim öz təcrübəm də göstərir ki, özümün təcrübəsi göstərir ki, hər zaman 100% əminlik olmur. Daxildə inam olsa da bəzən kiçik şübhələr baş qaldırır. Düşünürük, ya alınmarsam, ya arzumuza çatmarıqsa. Qorxmayın bundan. Əgər siz qətiyyətlə mən inanmıram desəniz, bəli, arzunuz çin olmayacaq. Arzunuza, məqsədinizə çatmayacaqsınız. Amma əgər inanıram deyirsinizsə və arada kiçik şübhələr gəlirsə, bu qorxulu deyil və kritik bir şey deyil. Çünki siz bu marafonu keçmisiniz, vibrasiyalarınızı qaldırmışsınız və hər şeyi düzgün etmişsiniz. Şübhə etməyin, hər şey əla olacaq. Əgər 29 gün hər günün tapşırığını yerinə yetirmişsinizsə, onda qorxulu bir şey yoxdur. Şübhə etməyin, hər şey əla olacaq. Özünüzə dürüst olun bir də. Sual verin, mənim ziddiyyətli addımlarım varmı? İndi isə dərindən düşünün və özünüzə qarşı tam səmimi olun. Həyatınızda arzunuza zidd olan hərəkətlər varmı? Yəni, dildə arzu edirsiniz, amma reallıqda, gündəlik qrafikinizdə o arzu üçün heç bir yer ayırmısınızmı? Arzuların maddiləşməsinin ən böyük sirri budur. Kainata inandığınızı real hərəkətlərlə sübut etməlisiniz. Məsələn, bir kişi həyatına ideal bir qadının, gələcək həyat yoldaşının gəlməsini istəyirsə, o evindəki şkafda onun üçün yer boşaltmalıdır. Ətrafındakı mənasız flörtləri dayandırmalıdır və ya evə ikinci bir fincan və ya başmaq almalıdır. Əgər böyük bir ailə planlaşdırırsınızsa, indidən böyük ev axtarışına çıxmalısınız. Bax, bunlar ziddiyyətsiz, inam dolu addımlardır. Siz hadisələr baş verməzdən əvvəl hərəkət edəndə kainata pıçıldayırsınız. Mən gələcəyimə tam əminəm və bu hərəkətlər sizin özünüzə də tam inanmağa kömək edir. Mövzu pul olanda bir çoxunuza bu addımlar riskli görünə bilər. Amma siz özünüzə və etdiyiniz praktikalara o qədər əmin olmalısınız ki, o pulun gələcəyinə zərrə qədər şübhəniz qalmasın. Mən ilk gündən bəri bu məşqləri edirəm və hər zaman bu prinsiplə yaşayıram. Mən məsələn nə edirəm? Pulun gələcəyinə tam arxayın olub, indidən səyahət üçün bilet sifariş edirəm və ya bəyəndiyim bir əşyanı alıram. Cibimdəki pulun biraz daha çoxunu xərcləyirəm. Çünki bilirəm ki, o pul mənə dərhal qayıdacaq. Mən o gəlir axınını artıq idarə edirəm. Əgər siz də birinci gündən bu günə qədər bütün praktikaları ürəklə düzgün etmisinizsə, qorxmağa heç bir əsasınız yoxdur. Qorxu yoxsulluq vibrasiyasıdır. Tam arxayınlıq isə zənginliyin qapısıdır. Dostlar, mən sizə öz həyatımdan daha bir canlı nümunə gətireyim. Hələ mənə rəsmi olaraq sizi işə qəbul etdi deməmişlər, amma mən artıq yeni işimi qeyd etməyə başlamışdım, şadlanırdım, sevinirdim və ən əsası gedib o yeni işim üçün xüsusi geyim aldım. Qızlar, bu sözün əsl mənasında reallaşır. Siz o paltarları indidən alanda kainata ən bərkdən bu mesajı qışqırırsınız. Mən tamamilə inanıram. Mən əminəm ki, bu marafonu keçdikdən sonra artıq hər biriniz yeni gələcəyinizin qapının ağzında olduğunu tam daxili əminliklə hiss edirsiniz. Əgər bu hissdəsinizsə, deməli hər şeyi doğru etmişsiniz. İnanc etdiyiniz praktikalarla bərkiyir və qanun dəyişməzdir. İnancınıza görə sizə veriləcəkdir. Wallace Wattlus'ın Var-dövlət və dahi olmağın elmi kitabında belə bir möhtəşəm cümlə var. Ətrafında yoxsulluq görərkən zənginlik haqqında düşünə bilmək yalnız güclü insanın bacarığıdır. Bəli, ətrafınızda hələ heç nə dəyişməyəndə, köhnə reallıq hələ qarşınızda duranda yeni həyata inanmaq çox çətindir. Bu sizdə nəhəng bir daxili enerji və iradə tələb edir. Amma məhz bu gücü göstərə bilən insanlar həyatdan istədikləri hər bir neməti, hər bir bolluğu alırlar. Siz də o güclü insanlardan olun. Əgər bugün ətrafınızda maddi sıxıntı varsa belə, siz zənginliyi düşünün. Əgər bugün hələ şəxsi həyatınızda sevgi yoxdursa belə,
Siz mütləq sevgini düşünün. Bu ideyanı ruhunuza obturun və hərəkətə keçin. Qarşınızdakı xarici dünya hələ ki xəyallarınıza uyğun gəlməsə də, siz inadla irəliyə baxın. Unutmayın ki, maddi dünyada həmişə bir zaman gecikməsi var. Maddi şuurdan biraz geç hərəkət edir. Bu gecikmə hər kəsdə fərqli müddətdir, amma o mütləq gələcək. Siz sadəcə ən xırda müsbət dəyişikliklərə fokuslanın, onları qeyd edin və həyatın dadını çıxarın. Gələcək artıq yoldadır. Siz sadəcə prosesdən həzz alın. Siz də o güclü insanlardan olun. Bir tək bunu xatırlayın, yadınızda saxlayın. Fiziki güclə dünyanı məcbur etmək olmaz. Amma daxili iradə və dik duruşla reallığı bükmək mümkündür. Dostlar, bu yolda ən böyük risk nədir bilirsinizmi? Yolda gedərək biraz çətinlik görən kimi ruhdan düşmək. Və yaxşı, deyəsən alınmır, qoy daha azı ilə razılaşın deməkdir. Xeyr, buna əsla icazə verməyin. Siz arzuladığınız gələcəyə elə bir əminliklə yanaşmalısınız ki, onun gerçəkləşməsi qaçılmaz olsun. Eynən səyahət biletini, putyovkanı indidən alan insan kimi. Siz bilirsiniz ki, bir ay sonra istirahətə gedirsiniz. Elə deyilmi? Zərrə qədər şübhəniz olmur. Zərrə qədər şübhəniz olurmu? Xeyr. Sadəcə rahatca yaşayırsınız, yavaş-yavaş əşyalarınızı toplayırsınız və hazırlaşırsınız. Bax, arzunuza da eyni ilə belə yanaşın. Bu tezliklə onsuz da baş verəcək. Sadəcə yaşayın, həyatdan həzz alın və sakitcə hazırlaşın. Bu yola çıxırsınızsa yolda tərəddüd etməyin, əyilməz olun. Yarı yolda fikrinizi dəyişməməlisiniz. Şübhələrlə özünüzü daxilən sarsıtmamalısınız. Sizdə sarsılmaz bir iradə, əyilməz bir niyyət olmalıdır. Sadəcə irəli gedirsiniz və salam. Dəqiq bilirsiniz ki, bu hadisə baş verəcək, bu sizindir, bu artıq sizinlədir və siz buna sahibsiniz. Həyatda hər şeyə iradə ilə nail olmaq mümkündür. Amma söhbət kiminsə məcbur edən, qışqırıb bağıran o fiziki iradədən getmir. Söhbət daxili iradədən gedir. Sizin əyilməz niyyətiniz, inancınız və manipura çakravızdan, göbək nahiyəvizdən gələn o daxili gücünüz var. Əsl güclü iradə, daxili əminlik, bax budur. Niyyətinizə sahib çıxın. Kralların və kraliçaların duruşu. Məhz indi bu saniyə çiyinlərinizi düzəldin. Onurğanızı dik saxlayın. Üzünüzə bir təbəssüm qondurun. Daxilinizdən gələn o səslə deyin. Mən buna sahibəm. Bax, iradə budur. Həqiqətən iradəli və qətiyyətli bir insan olun. Öz niyyətinizin arxasında dağ kimi durun. Xarici dünyada, maddi dünyada müvəqqəti dalğalanmalar, çətinliklər olur. Bu sizə təsir etməsin, heç vecinizə də almayın bunu. Sizin daxili iradəniz var. Siz hədəfinizə doğru addımlayırsınız və salam. Siz sarsılmasanız, reallıq sizin qarşınızda baş əyəcək. Marafonun 29-cu gününün rəsmi tapşırığı şüuraltınızla birbaşa əlaqə qurmağın ən unikal üsuludur. Marafonun 29-cu günündə möcüzəvi yuxu praktikası olacaq. Bu nədir? Bu necə olacaq? Yuxular şüuraltının güzgüsüdür. Əgər arzunuzu yuxuda Çin olmağını görəcəksinizsə, bu deməkdir ki, niyyətiniz artıq şüuraltınıza tam oturub və reallıqda maddiləşməsinə çox az qalıb. Reallıqda, maddi dünyada onun həyata keçməsinə çox az qalıb. Bu gecə marafonun ən maraqlı və yoxlayıcı praktikasını edirik. Mənim öz həyatımda da belə olub. Arzum reallaşmazdan əvvəl, bir qədər əvvəl mən onun həyata keçmə prosesini yuxuda bütün detalları ilə görmüşdüm. Əgər yuxunuzda arzunuzun reallaşdığını görəcəksinizsə, bu möhtəşəm bir işarədir. Bu deməkdir ki, istəyiniz artıq şüuraltınızın dərinliklərinə yazılıb. Kainata sadəcə biraz zaman lazımdır ki, hər şeyi təşkil edib sizə gümüş qabda təqdim etsin. Bu gecə şüuraltımızı yoxlayacağıq. Bunun üçün nə edəcəyik? Bunun üçün 28-ci gündən keçdiyimiz dünyanın dayandırılması texnikasını, şaman Donxuan praktikasını biraz dəyişərək yuxudan əvvəl tətbiq edəcəyik. Yatmazdan əvvəl dərhal bu addımları ardıcılıqla yerinə yetirin. Çarpayıya, yastıqsız şəkildə arxası üstə uzanın. Qulaqlarınızı pambıq və ya nənləsə qapayın.
İstəsəniz gözlərinizə də qara sarığı taxın. Bədəninizdəki hər bir əzələni növbə ilə relaksasiya edin. Rahatlayın. Üzünüzü, boynunuzu, çiyinlərinizi və belinizi tam boşaldın. Daxili dialoqu dayandırın. Şuurunuzda tam sakitlik yaradın və o səssizliyin səsini daxilən eşidin. Başınızın üstündə 20 cm yüksəkliyində parlaq işıqlı bir nöqtə təsəvvür edin. Bura bizim ali çakramızdan birinin sayəsidir. 5 dəqiqə ərzində heç bir fikir olmadan diqqətinizi sadəcə o boşluqdakı işıq nöqtəsinə saxlayın. Başınızın üstündəki o işıq nöqtəsində saxlayın. Tam sükut anında şuuraltınıza qətiyyətli bir səslə bu əmri verin. Möcüzəvi yuxu və möcüzəvi yuxunu deyirsiniz və heç bir vizual şəkil düşünmədən sadəcə bu sözün enerjisi ilə yuxuya gedin. Möcüzəvi yuxu sözünün enerjisi ilə yuxuya gedin. Səhər nə edirik? Səhər tezdən oyanan kimi yuxunuza xatırlamağa çalışın və dərhal diktafona yazın. Unutmayın, səhər tezdən yuxunu təhlil etməyin, sadəcə qeyd edin. Günorta vaxtı, günorta saatlarında diktafondakı yazını dinləyin və yuxunuzu analiz edin. 28-ci günün praktikası ilə, yəni dünyanın dayandırılması praktikası ilə möcüzəvi yuxu praktikasının arasındakı fərq nədir deyəcəksiniz. Dünyanın dayandırılması praktikasının məqsədi arzunu kainata bəyan etməkdir. Möcüzəvi yuxu praktikasının məqsədi isə şuuraltının vəziyyətini yoxlamaqdır. Əgər yuxuda arzunuzun çin olduğunu, sevincli hadisələr gördünüzsə, təbrik edirəm, möcüzə çox yaxındadır. Əgər uğursuzluq, qorxu və ya arzunun baş tutmadığını gördünüzsə, ruhdan düşməyin. Şuuraltınız sizə göstərir ki, daxildə hələ də bloklar var və özünüzə icazə vermək üzərində biraz da işləməlisiniz. Bu gecə şuuraltınız sizinlə danışacaq. Onun pıçıltılarını eşitməyə hazır olun. Gecəniz xeyrə və möcüzələrə qarşı. Artıq sabah marafonumuzun möhtəşəm finalıdır. 30-cu gün. Son akordu vurmağa hazırsınızmı?